Market açaq, niyə gözləyirik? Market açmaq gəlib bu tərəfə keçib. Olan şeydə evi yoxdur. Tez rəflərimizi dolduraq. Pendirlərimiz gəldi. Yerləşdirirəm rəflərə. Keçən bölümdə bilirsiniz ki, kassa almışdıq. Bura dolubdur, bax. Olsun qardaş, təkə hər yer dolu olsun. Yeni lisenziya sifariş verməliyik. Buyurun, xoş gəldiniz qardaş. Yeni məhsullarımız gəlib, hamısı Sveysverində. Salam dostlar, nə tərsiz ya bu halda deyir, evi yoxdur desin də. Ekonomik bu şəkildə, ekonomik. Dostlar, videoda yeni xanıma dəyməyim. Videoda yeni kameramı görürsünüz. Təbriklərinizi qeyd eləyin, qəbul eləməyə hazıram. Sayları da boşaltdıq bura. Bir dənə məhsulumuz da qalmasın. Hamısını yerləşdirək yeri-yerinə. Bilmirəm, səs necə gəlir sizə? Fikirlərinizi qeyd eləyin. Yeni mikrofonum necə olmuşdu sizcə? Yaxşıdır. Bax, video başlamadım, giriş eləmədim, elə birbaşa videonun ortasından danışıram. Məni izləyən hər kəsə salam deyirəm. Təşəkkür edirəm izlədiyiniz üçün. Bu yerdə bir dəqiqəlıq dayanıram, çünki videonu bəyənməyin zamanının gəldiyini düşünürəm. Bir dənə bəyənməni açsanız çox sevinərəm. Təşəkkür edirəm, barmaqlarınız dərk görməsin. Supermarketimiz 11-ci səviyyədədir. Pulumuz baxımından sıxıntı yoxdur. Kasserimiz də öz işindədir, oradadır. Baxın, kasser işləyir. Qara qaqa da bizə tərəf gəlir. Bizə tərəf gəlmirmiş. Məhsul almağa gəlib 5. Bunları da yerləşdirək bura. Yeri batırıblar. Evi yoxdur, həll eləyərik. Biz bu gün üçün varıq. Gözləyin görün sizin marketi necə dolduram. Marketə bir boya alıb divarları boya 8 dənə görəv var. Həll eləyərəm, o iş məndədir. Bir yandan məhsul sifariş verək. Yeni məhsul olaq, bir yandan da su çox olub, hər yer sudur. Su az alırlar, görürəm. Yox, atma bunu. Yerləşdir. Onsuz rəflər boşdur da, niyə? Dərd eləyirəm ki, bunların hamısını. Səsim biraz yorğunluq gələ bilər, dostlarım. İşdən gəlmişəm, iş yorğunçuluğudur. Yəqin ki, başa düşərsiniz məni. Başa düşdüyünüz üçün təşəkkür edirəm. Bu sopa almışıq biz. Sopa istifadə edə bilmədik. Yoldan keçən vura bilərik. Buraya. Ya vurulmur, bu nəsə. Dükkanı ordular girəndə vurmaq lazımdır. Bax, bunu yəqin ki, atanı tapıb vurmaq lazımdır. O da çətin bir şeydir. Bura nə yazıb? Open köl göz düşür. Qəşəkdir, bax. Gör nə qəşək oyunda. Restaurants, supermarket. Yenidən məhsul sifariş verməyək. Boya alaq, çünki görevləri qeyd eləmək lazımdır. Qeyd eləmək yox, görevləri keçmək lazımdır. Yönetimdən faturaları ödəyək. Fatura bizə sonra dərd açmasın. Böyütmə istəmirik. Kassiyerimiz var, qoymuruq. Mağaza adını, giriş konumu dəyişmək, girişi dəyişdir. Bunlar bizə lazım olmayan şeylərdir. Ürün lisenziyası al. Bunu alıram. Ürün lisenziyası aldım. Rəng aldım. Boya al. Boya aldım. 1.
Sarı rengi aldım. Benefşeyi aldım. Göy aldım. Bir de ağ aldım. Bir tane de kırmızı alım. 900 dollar. Vay vay vay. Bu hədd aşdı. Boyalar da çok bahadır. Bir tane boya alıram bəsdir. Bizim 108 dollarımız pulumuz qaldı. Qalsın görək nə işlər var burada. Bu nədir? Boya. Bundan haranı? Neyniyək bunu? Onsuz da sarı renkdə də. Kutula bırak. Fırlat. Koy yerə. Get yerə də sən. Buranı yenə batırdılar. Ay da bu müştərilərin əlindən neyniyim mən? Akşam oldu. Işıqları yandır. Işıqları başına yandırmalıydım. Çəkil. Bu da boya. Ayda. Neyse bunu aparaq qoyaq bir yerə. Hara getdi bu? Bunu alaq. Market görək eləyə bilərik. Elədi. Qəşəng rəngdir. Qəşəng. Hoşuma gəldi. Randa rəhlə. Randa ləhlə yox, rəhlə. Sən də rəhləyirəm. Sən də rəhləmək istəyirəm. Boya qalmadı. Müştərilər nədənsə şikayət edir. Eləsinlər də. Tuz bulamadım. Tuz nədir? Tuz var ki bizdə. Toptancıya girək, ürün sifariş eləyək. Təzə ürünlərdən nə gəlib bura? Fıstıq əzməsi 1 ədəd. Un var da, başqa çeşid olan zeytin yağı. Spagetti makaron. Basmati düyü. Duz. Al gəlsin. 9-dan sonra alış-veriş eləmək olmur. 9-dan sonra olmursa, onda biz başqa sifarişlər də verək. Qara çay var, süd var, pendir çox alırlar, yumurtanı sifariş verdim. Makaron çox gedir, duru yağ çox gedir, su var, peso alım, kofe alım, 1 ədəd mısır gevrəyi, əkmək, bir də un, 400 dollar. Görək 400 dollar bizim kasser çıxarda biləcəkmi bugün? Bunu aldıqda biz hara boya eləyək? Yer boya bildik. Göy boya eləyə bildik. Yox, ancaq divarlar. Sən qal burada. Yəni bunu atıblar bura. Bizə zərər verən müştərilərimiz. Gün yekunlaşdı. 404 dollar var. Aferin, xoşuma gəldi işçim. Bunun 11 dənə məhsul tapa bilməyiblər. Tapsalar da nə olar? Kalisa 80 dollar. Nə bilim nə danışır. Baxmıram yan görəvlərə. Sifarişləri ver. 404 dollar. Elə bizim 324 dollarımız var. Onda biz 1 ədəd bundan ləğv eləyək. Koyu kafedən də ləğv eləyək. Ala bilmirik. Mısır gevrəyində ləğv eləyək. Ala bildik. Satın aldıq. Gedək, gələn məhsulları yerləşdirək. Çörəyimizi yerləşdirək. Bəlkə ona kimi marketi açım ya, təzə məhsullara qiymət qeyd eləməliyəm. Onun üçün bizə vaxt lazımdır. Aldığım qiymətdən gəlib götürəcəklər, sonra zərərə işləyəcəyik. Yox, belə olmaz, yox, çıxım gedim mən. Bu arada təzə bölüm gəlir, təzə oyun. Kraskanı boyanı aşırtdım. Amma dağılmamağı çox yaxşı əlamətdir.
Bura bir dənə rəf alsam daha yaxşı olar. Bunun qiyməti məlum deyil. Görürsüz. İndi ona qiymət yazmalıyam. Hələ bunları yerləşdirək. Sonra dəyişərik. Bizim sağ olmuşlar da. Sağ olmuşlar. Bir an içində marketi tükətirlər. Yəni bu yaxşı vəziyyətdə əslində. Mən gələ eləmirəm. Daha yaxşı alsınlar, alış-veriş eləsinlər. Nəyə pisdir ki bəyəm? Oy. Maya krasa. Uşaqlar, mənə fikir verməyin. Yorğunum. İşin yorğunçuluğu üzerimdədir. Arada sayıqlayıram. Dayray biraz eğlenceli olaq. Dayray yumurtanın yanına pendir, yerine pendir koymazlar. Pendiri aldılar. Dayray. Nay. Üzr istəyirəm. Spagettilərimiz gəldi. Biz divarın bu tərəfini boyamışdıq. Yox, bəs necə boyandı? Yəqin buranı boyayanda orada boyanıb. Bu nədir? 3-4 dənə nəsə var burada. Bu yeni çeşid un növüdür. Bu da getdi belə 37 dollar var. Marketi açmamışdan qabaq bir dənə qiymətləndirmə eləyək. Qəşəng yükləyək. 5 dollar 53 sent 6 dollar eləyirəm. Niyə də yox? Yaxşı eləyirəm. 7 dollar. Yaxşı eləyirəm. 7 dollar. Burada qeyd eləmədiyimiz nə var? Bu var. Bunda 7 dollar. Təzə məhsullar maşallah kar çox verir. Fıstıq əzməsi. 3 dollardan. Bu fıstıq əzməsində yaxşı pul var. Bunu da qiymətləndirdik. Qalan şey qalmadı ki. Cümləsi nə idi? Başqa şey qalmadı ki. Başqa şey duz qalıb. Duzu 3 dollara qoymaq istəyirəm. Düzdür, biraz ucuz gəlir, amma ev yox. Olsun belə. Response. Darararam. Marketin çamı qəşəng olub, ha? Bənövşə rəng, zat, hər şey otida. Necə dostlar bölüm? Təzə video gəlir, təzə bölüm gəlir. Təzə bölüm yox. Təzə bir oyun gəlir, təzə bir oyun seriyasından başlayacağıq. İndi müştərilərimiz qoyun gəlsin bir-bir. Gözəl bir xanımı qarşı görürük, marketimizə daxil olur. Çox yaxşı haldır. Müştərilərimiz var. Bir gün satış eləyəcəyik, pulumuz azdır. Gördünüz o baqaşın nə gəlməyini. Bir dənə baxın. Şoki moki. O bir şokolad var, yumurtaya oxşayan. Ona oxşadı. Bu motosiklet, moped daha doğrusu. Bu moped bizim olacaq. İndi bax ala bilmirik. Bax bura gəlib də xokkey nədir bu? Nədir bunun adı? Yadımda deyil. Bax bunların birini ala biləcəyik. Bax bu mopedi ala bilərik. Ay xanım, siz bizim marketdən həmişə alış-veriş edin, həmişə xoş olar. Amma ayağınıza diqqət edirəm, elə bil ki bir qəribəlik var. Nəysə. Fikrimizdən, işimizdən yayınmayaq, davam eləyək biz. İşimizin başına keçək. Bax bu sarı boyanı mən niyə almışam? Heç özüm də bilmirəm. Marketdə bir tablet satın al. Marketdən bir tablet satın al.
Tableti hardan satın alırdım? Aletlər. Tablet. 150 dollar lazımdır. Çox təəssüf. Tablet ala bilmirəm. Onun yerinə biz məhsul sifariş verə bilərik. Daha çox lazımdır çünki məhsullara ehtiyacımız var. Yox, sifariş vermişəm, bilmirəm. Nəysə yenə verək. Səndən sifariş verək. Bir dənə yumurta sifariş verək. Səndən sifariş verək. Səndən. Oyda 318 dollar. Çıxart. Hələ ki bunları yerləşdirək. Nə gəldi əlimizə? Yerləşdirək. Müştəri yox deməsin. Yox demə şansı olmasın müştərinin. Bol müştərilərimiz də var, maşallah, gözləməsin. Makaron bitirmək üzrə idilər. Yaxşı ki tez davrandıq, tez gətirdik. Bu da belə getdi, bunu da boşaltdıq, bunu da ataq çöp qabına. Çöp qutusuna. Bu kofelərimizdir bizim. Kofe yoxdur ki, marketdə kofe nəzir? Gedin başqa marketdən alın. Yox. Hər fürsətdə yağ alıb gətirirəm. Sən gəlmirsən bura, gəlmə. Bax, indi görürsünüz də nə qədər əziyyət çəkirəm, yorğunçuluğa baxmayaraq. Yəni buna baxmayaraq davam eləyəcəm. Biraz abunəmiz qalsın. 63 abunəmiz var. Təzə gələn abunələrimizə xoş gəldin deyirik. Niko, Ozal, Elvin, sağ olsun hamısı. Hər kəsə təşəkkür edirəm. İndi görürsünüz, abunəmiz qalxdıqca biz videolarımızın davamlı şəkildə artırmağa fikirləşirik. Bulamadı, çox təəssüflər. İndi görək nəyimiz alınmalıdır. Bu tezə gələnlərdən bir neçə məhsul sifariş verək. Nə varsa sifariş verək gəlsin. Qardaş, market idarə eləmək vallahi asan deyil. Qıraqdan baxırlar ki, nə var, çatdırmaq lazımdır, zamanlama lazımdır. Bazarın qiymətlərini bilmək, qiymətləri ona görə tənzimləmək lazımdır. Asan məsələ deyil. Təzə bir oyun gəlir. Bayaq dedim, yenə deyirəm, təzə bir oyun seriyasına başlayacağam. Sürpriz olsun sizcə hansı seriyada? Bir məlumat verə bilərəm, ipucu verə bilərəm ki, retro oyunlardandır. Çox retro da deyil, orta retro. Ondan sonra onun seriyası, bölümləri davam eləyəcək. Sizdən, əgər, bax, görürsünüz də, bizdə belə videolar, bizim ölkədə azdır, belə oyun kanalları, barmaqdan sayılacaq qədər. Bir dənə bizə dəstək olun, abunə sayında çox aktivliyimiz olsun, başqa insanların da qarşına çıxsın videomuz. Biz də bundan motivasiya alaq, işimizi daha peşəkar səviyyəyə çatdıraq, daha keyfiyyətli videolar çəkək. Axşam oldu. Fikirləşirəm ki, işığı yandırmağın zamanı gəldi. Əldə qutu var, bunu ataq. Heyb deyil işıq, heyb. Pəncərələri batırmışlar. Gül kimi elədik. Görürsünüz, insan əməyi başqa bir şeydir. Ya benim üçün sən başıva dönmü qardaş, yağın qiymətini salaram aşağı sənsin. 5 dollar.
xoşuma gəlir. Narahatçılığın yoxdur ki. Bax, atmayın yerə. Mən də narazı qalım. Mən də narazıyız. Buyurun bəy, müəllim. Məktəbdə işlər necədir? Uşaqlar sözünüzə baxır. Biz nə alaq? Lisenziya almayaq. Market böyütmək. Yox, tablet alaq da. Tablet bizə göstəriş verir ki, tablet al. Tablet aldım. Bir dənə rəf almaq istəyirəm. Rəf al. 9-dan sonra alınmır. Canın sağ olsun. Sabah alaram. İndi nə edək bu tablet məsələsini? Araç çarkını açmaq üçün tablet seçmək üçün tab tuşuna basılı tutun. Aha, tamam, yaxşı. Tab tuşuna basılı tuttum, tablete keçdim. Raf. Sipariş. Axşama 9 saat kapalı. Yəni nə deyir ki bu? Başa düşmədim. Nəysə, günü yekunlaşdıraq, müştərilər çıxsın, geçsin, sabah yenidən alış-veriş eləyək, sabah baxarıq. Sol tərəfdə yazılıb ki, tabletdən bir sipariş ver. Araç çarkını açmaq və tableti seçmək üçün tab tuşuna basılı tutun. O ürünü toplamaq miqdarını göstərir. Toplam miqdarını göstərir. Bu bizə çox da vacib idi. Biz koyu kahve bulamadık. Cəhənnəmə tapba. Gətirmişdim də, bir səbət gətirmişdim. Çıxın, rədd olun da, işim gücüm var, işimlə məşğul olun. Müştərilərlə də biraz sərt danışıram. Evi yoxdur. Oyundur da dostlar, əylənmək üçün danışıram. Yeni günə başla, kosi. Panzatik, makaron, ronz ekmeği, rədd elə geçsin. İndi neyini? Taba bastıq, buna bastıq. Səbətə eklə. Nə bilim, yaxşı. Burada az olan nə var? Bundan. Səbətə eklə. Nə oldu? Səbətə eklə. Səbətə eklə. Burada nə var? Ayda, pendir var. Bundan sifariş verək. Süd sifariş verək. Yumurtanı qutarıblar. Yumurta yoxdur. Səndən sifariş verim. Un var. Bir də səndən sifariş verim. Yumurta vapşe yoxdur. İndi mən yumurtanın nətər sifariş verim? Var burada. Aha. Səbətdən çıxar, satın al. Aleti alet sarkı. Satın al. Araç çarkını açmaq üçün və bayzop sopasını seçmək üçün tab tuşuna basılı tutun. Hırsızı vurmaq üçün sopaya kullanan və çaldığı eşyaları düşür. Şübhəli davranış göstərən müştərilər hırsızdır. Okey. Deməli, hırsız düyməsi də açıldı. İndi çıx buradan. Çıxa bildinsə çıx. Tamam. Oyun getdi. Yox, getməyib. Bir də rəf gəlib bizim üçün. Rəfə yerləşdirək onun tam bərabərinə. Biraz arxa, biraz qabaq, biraz yan, biraz arxa, ay sağ ol. Milli santı məsələləri qaldı, o da eybi yoxdur. Yerləşdir. Sən yerləşdirək bura.
Sərçələrin səsini şahid edən dostlarımız varmı? Nə deyirsiniz dostlar? Bu sərçələr sizi bezdirirsə bir dənə yazın görüm. Sərçənin səsini təmiz bağlayayım. Yox dostlar, çox yorğunam. Oynaya bilmirəm artıq. Heç bir əyləncəyə yanı qalmayıb. Videonun yekunlaşdıracağım, büyünü bitirib. Bu kimdir? Bir dəqiqə dayan. Bu oğrudur, oğru. Marketi açmamışım gəlib. Aha. Gəl bura, sən şərəfsiz sən. Vur da bunu. Oyda, başını yırdıq. Nə yazırdı o? Güvənlik eğitimi. Antenlər, əgər çalıntı əşyalar varsa, alarma tətiklər. Kameralarla görüş alanınızdakı hırsızları təsbit edər, etkiləşimə keçərək pozisyonu və açısını ayarlaya bilir. Hırsızları kovalar, çalınan itemləri toplar və raflara dizər. Yox şey olsun. Enable shopping nə deyir? Alçaq. Görə o ayarlarda nə deyir? Hırsızlar etkin. Arka planda çalışdır. Nəyə çalışdırım? Gəlmişim bura sərçənin səsini azaldaq. Başım rahatlaşdı biraz. Oyuna davam eləyək. Oyunu marketimizi açaq, məhsullarımızı yerləşdirək. Bir dənə boya alaq yeri gəlmişkən. Çünki təmiz boyasaq daha sərgəli görsənər, zənn eləyirəm. Bunu da ataq, zibil qabına, bunu da yerləşdirək. Soyduzuya artıq qaldı ikisi. Bunu da qoyaq bura. Deyir ki oyun axıran götür. Oğrular gəlib marketdən oğurluq eləməsin. Kamera al və nə var? Zəhər. Hardan oğurluq eləyirsən? Ona nədən vurdun? Çünki sən oğrusan. Oğru. Get buradan rədd ol. Buradan mənim marketimə girmə. Tamam mı? Bana nədən vurdun? Sana nədən vurasıyam? Yəni bu qaqaşa vura bilirəm mi? Vura bilmirəm. Deməli sən oğrusan deyə mən sən vururam. Başını tuta gedir. Oy bu doğrudur. Yoxsa müştərilərimiz mi elə olur? Bir dəqiqə deyən, xanım bizim marketə gəlsin, bunu izləyirəm. Hamısı başını tutur. İndi gözlə görüm. Nə oldu? Hamı oğru oldu bu marketdə. Hamı izləyirəm. Kasiyə getdi, bu da kasiyə getdi. Onu da vura biləm, Sən də vura biləm. Yox, bu işdə şeylər var. Problemlər var dostlar. Biz kamera almalıyıq təcili. Yoxsa bu işin içindən çıxanlar alətlərdən tasarım, boya, mobilya. Kamera harda yerləşir? Kamera burada. 500 dollar. 500 dollarım yoxdur ki. Zəmin, mobilya ürünlər. Yəni səbət əlavə elədim. Bu oyun bizi müflis elədi ey dostlar. Faturalar, yəni fatura işçilər.
o şeyi ala bilərəm buradan ki, axranı. Bəlkə kredit götürəm. Bu oyun mən kredit götürməyə məcbur eləyir. Kredit al. Ödənə idi. Ziyana getdik. Kredit al. İndi kameranı yerləşdir ora. Ziyan içindəyik. Bu nədir marketdə? Bu çörəklər niyə buradadır? Kameranı hara yerləşdirək? Aha, kamera baxışı, kamera oynat. Vay 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 səni. Birini cibinə atdı, fikir verdiniz? Yox, birini kutuya atdı. Buna bax, rəfə bax, bax, bu oğurluğa yaxşır, bax. Ama yanında sumka var. Kasa dolu bu kardeşim. Ne diyedi o? Neyse dedi. Yok, bu kamera çəksin burada. Bunlar neyniyik biz? Yaxşı, mən axranı necə alam, hardan alam? Fiyatlar. Bank, yönetim, yönetmə, mağaza adı, giriş, faturalar, boyalar, alanlar, bu heç işə alma. Kasiyer, 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 5 tane kasiyer, 6 tane kasiyer. Depo görevlisi, depo görevlisi, işə al. Əslində biz depo aça bilərik, amma deponu aça bilərik. Depo. 800 pula ehtiyacımız var. Kredit götürə bilərik. Banka müraciət. Yox. 10 səviyyədə deyir ki, gərəkli. Bizim mağazamız 11 səviyyədə, 9 səviyyə necə düşdük? Neysə, bu işdə bir poxluq var. Əstağfurullah. Bu işdə bir yaramazlıq var. Bunu ataq zibil qabına, market təmizləyək. Qardaş, biz marketdə geri gəldik ya. Biz onun başlayanda 11 səviyyə idi, elə deyilmi? Necə oldu 9 səviyyə düşdük? Makarna bulamadım. Buna bax, marketin gününə bax. Bu gün rüsvayçılıq oldu. Nə bax, batırdılar buranı. Mən indi bu videonu necə yükləyəcəm? Nə addan yükləyim? Dala nərgiz oldu. Başqa batırdığınız yer yoxdur ki. Daha nə batırasınız? Daha nə batırasınız? Məni batırdınız siz. Nə batırasınız daha? Bu oyunda da belə batdıq. Demək ki, bizdə deyilmiş. Enterabas gün işinləşdiriyor. Gün işinləşdiriyor. Bax, bu xanım təzə gəlir. Bax, bizim marketdə. Bax. Bax, təzə görün. Nə deyim bunu Azərbaycan dilində? Çörəyin görün, sonra doğranmış çörək. Qəşəng görsən. Bax, bu xanım təzədir bizim marketdə, bax. Duz bulamadın, yerdə var, götür al. Axmağım bir axmaq, nə günə salmışsın market, baba. Bugün Responsun çöküsü oldu dostlar. Çox təəssüf eləyirəm. Bugün belə oldu. Əldən heç bir şey gəlmir açığı. Bugün biz 10 səviyyə indi təzə qaldı. Bugün biz kredit 20 dollarını ödəyirəm gündəlik, faturalar,
kommunallar, nə bilim, işçinin pulu, o bu gün biz market batırdıq. Bu gün marketdə biz çöküş yaşadıq. Çox təəssüf edirəm. Amma təzə karakterlər, təzə xanım gəlib bax məhəlləyə. Məncə göy üzü qaranlıq, küçə qaranlıq. Bu xanım var idi səfərə. Nəysə, uzun sözün qısası, bu günlük belə yola verdik, bir tərə elədik, necə elədik bilmirəm. Günümüzü qurtardıq. $1000 var, amma o kreditin puludur, kommunalın puludur. 18 dənə məhsul tapılmadı, məhsul almağa pulumuz olmadı, depo ala bilmədik. Bugün belə getdi, çox təəssüf edirəm. Nəysə, görüşənə qədər videonun bura kimi izləyən hər kəsə təşəkkür edirəm. Bu yerdə yenə də yaddan çıxıbsa bir dənə bəyənmə klik edin, bəyənmə düyməsinə toxunun. Fikir də yazın da, xahiş edirəm. Fikir çox önəmli bir şeydir. Nəysə.